Qədr gecəsi var bu ayda ki, 1000 aydan daha xeyirlidir. Zirəng adamlar bir istəyir, xeyir işlərinin çoxunu həmin gecəyə saxlayır. Allah eləməsin, birdən Allah yolunda infaq eləmək istəsəz, Allah göstərməsin bizdən, sizdən uzaq. Allah yolunda bir şey xərcləmək istəsəz, aparın həmin gecə eləyin. Həmin gecə eləyin, hər şey minə vurulur o gecə. Minə vurulur, əvəzi o qədər verilir. Kərbəlaya gedəcəksən, həccə gedəcəksən, Kərbəlaya adam göndərəcəksən, həccə adam göndərəcəksən, həmin gecə ödənişini ver. Haç hələ 1 ay, 2 ay, 3 ay sonra gedəcək. Ver ki, mən məsələn, filan qədər neçə nəfər adamı Kərbəlaya ziyarətə, həccə ziyarətə göndərirəm. Məsələn, o həmin gecə çox fəzilətlidir. Xumsu ayırmaq üçün yaxşı olar ki, 23-cü gecəyə salasınız xumsu. İndi də kim, hamı indi birən 23-cü gecəyə salmasın da, amma indi deyəcən olsaydı yaxşı. Kimin ki xums günü yoxdur, 23-cü gecəsinə sala bilər Ramazan ayının.